Hər kəsə salam, hər vaxtınız xeyirli olsun. Sizlə şəklini bölüşmüşdüm, amma heç istifadə eləmədiyim, ilk dəfə istifadə edəcəyim Lux'un günəş kremini yoxlamaq istəyirəm. 50 SPF tərkiblidir. Günəşin UVB işıqlarından sizin dərinizi, yəni dərimizi 50 dəfə, necə deyim, dəfə günəşin istisindən, zədəsindən qoruyur. Daha sonra sizə onu qeydiyim, su bazlıdır, yağ bazlı deyil. Daha sonra tərləməyə, suya dayanıqlıdır. Yəni siz tərləsəz də, məsələn, dəniz axınıza girsəz, çıxsaz belə, bu dərinizdə, yəni yenidən yeniləməyə ehtiyac yoxdur. Yəni o deməkdir ki, üzünüzdə töküləşməyəcək, yəni belə, necə deyim, qəribə bir şəkildə üzə yığılıb çıxmayacaq günəş kreminin üzünüzdən. Rahatlıqla gündə bir dəfə istifadə edə bilərsiniz və üzünüzdən axşam da təmiz çıxartmalısınız. Ya hidrofil yağla çıxartmalısınız günəş kremini üzünüzdən, ya da misellar su ilə çıxartmalısınız üzünüzdən. İndi mən sizə yoxlayacağım. Heç 2 dəfədir, yəni yoxlayıram. Mən üzümə nəmləndirici də vurmuşam, gözaltı krem də vurmuşam. Belə deyim də sizə. Mən günəş kremi doğrudan da heç vaxt bəxtim gətirməyib bu konuda, çünki heç vaxt yaxşı günəş kremi tapmamışam. Bu arada gözaltınıza da, göz üstünə də vura bilərsiniz. Tamamium altından da yaxşı bir bazadır. Heç baza istifadə eləməyə ehtiyac yoxdur. Dərinizi nəmləndirir, günəşdən qoruyur və yeniləməyə, təzədən bir neçə saatdan beri istifadə eləməyə, yeniləməyə ehtiyac yoxdur. Gün sonunda artıq sizə öz nəticəmi deyəcəm. Mənim üçün ən əsas yayda o yapış-yapış, ağ görüntü, o iz buraxması olmamasıdır. Çünki